Neçə min şəhid qardaşım can qoyub, cəm eləyib cümləsindən gəlmişəm. Mən Qarabağ müjdəsindən gəlmişəm. Şəhidlərin, qazilərin qeyrəti, Poladımın, aminimin hünrəri tanıtırdı bax bu dünyaya milləti. Cəm eləyib cümləsindən gəlmişəm. Mən Qarabağ müjdəsindən gəlmişəm. Düşmanların başına o dəliyəm, Qarabağı öz qanları ilə çiləyəm. Düşmanların başına o dəliyəm, Qarabağı öz qanları ilə çiləyəm. İnsanları göz yaşına bəliyəm, Xudayarın nəğməsindən gəlmişəm. Mən Qarabağ müjdəsindən gəlmişəm. Allah bir daha deyirəm, cəmi şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Əziz qonaqlar, mehriban dostlar, məclisimizin bu anında Elvar atanın balalarının bu xoş günündə mən istərdim çox hörmətli, çox dəyərli, çox izzətli və hər məclislərdə adların böyük etiramla tutmuş Tovuz Turan şəhid ailələri birliyi bax bu məclisimizdədir. Şəhid ataları, şəhid anaları, hər birinizin öpürəm əllərinizdən. Allah sizlərə can sağlığı, gözəl günlər qismət eləsin və hər zaman deyirəm, Allah sizlərə səbir versin. Və gəlin bir gürültülü alqışlar səsləndirəyin, böyük məhəbbətlə onları bərabərimizə dəvət edəyin. Buyursunlar. Her zaman işime birliğin rehber olarak buradayım. Ben şehit atalarını davet ediyorum, xahiş edirəm hər birindən. Ümumiyyətcə həmişə şəhid atalarını, şəhid analarını mən ekrana dəvət etmək istəyirəm ki, qoy hər bir insan bizim şəhidlərimizin atalarını, analarını tanısın. Ona görə tanısınlar ki, onları hardasa görəndə onlara böyük hörmətlə, böyük etiramla yaxınlaşsınlar. Onları, yəni bu devlətin varlığı üçün baladan şirin heç nə yox deyə. Ən aziz, yəni insanın balasıdır. Baladan əziz heç bir, yəni nəsə bir şey yoxdur. Bu insanlar öz evlatlarını bu vətən üçün, bizlər üçün, anamız, bacımız üçün, varlığımız, yaşamağımız üçün bu dövlətə, bu millətə qurban verirlər, şəhadət edəcəklər. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Mən sizin hər birinizin əllərinizdən öpürəm, qarşınızda baş əyirəm. Nə yaxşı ki varsınız. Siz bizim rayonumuzun sayılıb seçilmiş atalarısınız. Buyurun. Hər biriniz xoş gəlmişsiniz. Hər birinizin qapınızda, ailənizdə, evinizdə bu cür şənlik, deyib gülmək, yiyib içmək arzulayır. Allah'tan da sizlərə bir də qəm, kədər qismət eləməsin inşallah. Allah hər birinizdən razı olsun. Mən üzr istəyirəm hər kəslə. Burada yerimiz yəni biraz məhdud olduğu üçün ataları çağırdım, sonra da araları çağırdım. Onun üçün yəni belə alındı. Hər kəsdən üzr istəyirəm. Analar mənim pis başa düşməsin deyə. Amma buyursunlar, analar da gəlsinlər. Yerimiz burası biraz dağıdır. Böyükdən kiçiyə ay aydın ata, söz böyüyündür. Əvvəla salamlayıram hər birinizi, xoş gəlirsiniz. Elmar qardaşımız bu xoş günlər. Həyatda ən xoş günlər valideynləri evladının şən gününü görməkdir, qismət olmalıdır. Bilməm mən, gözüm aydın olsun. Çox şükürlər bugünkü günə. Birini qarşılayırsan, birini də yola salırsan, sağ salamat. Allah üstündə geçsin, gəlsin. Gələndə bununla yapışın, təşkilində yine iştirak edeyim. Qismət olsun. Həyatda valideynlərin hər birinə arzu edirəm ki, evladını xoş günü görsün. Valideynlər evladlarla yaşayırlar da başqa cür olurlar. Qoy həmişə o evladlar valideynlər də yaşasın, valideynlər də evladlar yaşasınlar. Allah hamıda həyatımızda vaxt elə xoş günlər arzulayıram. Sağ olun. Allah bu günləri xalqımızdan əksik eləməsin. Var olun, həmişə bax belə gülər üzlə bir-birinizlə
mehriban həyat sürək. Çox şükür, itirdiklərimiz də var. Onların yaratdığı bugün də var. Bugünün əvəzi yoxdur. Həyatda bundan qiymətli, dəyərli bir şey yoxdur. Hamı bir-birimiz üçün dəyərliyik. Sağ olun, var olun. Hər birinizə xoş günlər arzu edirəm. Bütün xalqımız üçün. Var olun. Olmaz olun. Gözünüz aydın. Sağ olun. Evvela her birinizi hoş gördük. İkinci, Allah Teala bunu arzu edirəm ki, Allah Teala balalarını xoşbəxt eləsin. Biri gedir, biri gəlir. Allah her birini xoşbəxt eləsin. Onların inşallah toyları gəlir. Ne kadar ürəyimdən keçən xoş arzular var. Öz balalarımı arzu elədiklərimi, sən balalarımı arzu edirəm. Allah xoşbəxt eləsin. Sağ olun. Biz de bütün təbriklərə qoşuluruq. Gözünüz aydın olsun. Gün o gün olsun ki, böyük toylarında iştirak eləyək. Allah bütün qapılardan həmişə belə şənlik səsi, mahnı səsləri gəlsin. Amin inşallah. Bir daha təbrik edirəm. Elmar müəllim, gözün aydın olsun. Elmar müəllim, bu gözəl bir işdir ki, birini qəbul edib, birini yola salırsan. Xoşbəxtlikdir. Həmişə qapınızda, evinizdə, ovanızda və musiqi səsi yazsın. Allah Teala sənə də can sağlığı versin ki, bunların üstündən eksik olmalı. Həmişə ata-ana olub böyüsünlər. Canları sağ olsun. Həyatda aləmə, bütün buraya yığılan şəhid ailələri, nə bilim, dostlara, tanışlara həyatda can sağlığı arzu edirəm. Salamatçılıq olsun, sağlıq olsun, hər şey düzələr. Çox sağ olun. Kardeşim göz adamları ve kim hocam olsan sıraat baktılar, əzizlərini bilirlər, can sağlığınız var. Gözün aydın olsun. Allah'a şükür olsun. Gün o gün olsun, böyük toylarla başlayacaqlar. Bizim yaşayan şeylerimiz, büyük şeylerimiz, şimdi ondan etkilerimiz. Şeylerimiz büyük. Amin inşallah. Biz de öz növbəmizdə bir-birinə qoşularaq, Bilbər müəllim, Nizada da yaxın uğurlar, yollar arzu edir ki, hər bir qanətini çəksin gəlsin, onu da belə qeyd edək, bu aksaklardan ki, bu bəcə iştirakçılarından. Həmçə də arzum odur ki, evinizə, obanıza, ailənizə həmişə belə əlamətlər günlər olsun, xoş günlərə gələk, şad günlərinizə gələk. Normalde gözün aydın. Gedin de sağ-salamat gelsin. Gün o gün olsun, toylarını günləsiniz. Cumhur Mərləm, gözünün aydın olur. Şu an kardeşimizin biri gelip gelip biri gelir. Bu da sağ salamat gelsin, hayatta evlatlarına xoşbəxt gelsin. Mən də gözəl təbriklərə qoşuluram. Ən əsbər, gözəl musiqicilərimizi salamlayıram. İlahi qızımız, Esmira Bala, mənim Yaşar qardaşım. Bu gözəl ansamblı salamlayıram və ona görə ki, əziz dostlar, mehriban qonaqlar, bizim musiqicilərimiz, yəni ki, musiqici nə deməkdir? Həmişə gözləyər ki, ilahi bir toy olsun, gedək orada biz özümüzü göstərək. Yəni ki, musiqiçi gözəl bir sənətdir. Allah sizi var eləsin. Və deyirəm Elmar qardaş, o gözəl balalarını min putal olsun. Balalarından yana birini yola saldıq, birini qəbul etdik. Allah həmişə sənin həyatında xoş, gözəl günlər qismət eləsin sənə qardaşım. Öpürəm səni, bağrıma basıram. Çox sağ olun. Elmar müəllim, gözün aydın olsun. Mənim də arzum budur ki, bu şəhid ailələrinin hər birimiz bir yerdə bu uşaqların böyük toyunu keçirik. Amin inşallah. Qardaş, həm gözün aydın olsun, həm də təbrik edirəm, evladım belə vətənə xidmətə gedin, gün o gün olsun, sağ-salamat qayıtsın və belə bir şənliyə toplaşar. Sağ olun. Gözünüz aydın olsun. Xoşbəxt olun.
Elvan müəllim, gözün aydın olsun. Mən də təbriklərə qoşururam. Gün o gün olsun. Əskəriyə gedən balanız sağ salamat gəlsin. Həm onun şadlığını, həm də bu birinin toyuna yaşar. Amin inşallah. Bugün burada kardeşlerimiz tüm sağlıklar dediler, çok sağ olsunlar. Ben de deyirəm, ilahiden bir dənə göz aydınlığı, uzun ömürlü, xoşbaxtlı arzulayıram. Sağ olun. Ben de sizi tebrik ederim. Bana bütün şehitlerimizin ruhları şad olsun, mekanları cennet olsun. Gözünüz aydın olsun. Siz bizim her birimizin, ailemizin bir üzvüsünüz. Her birimizin ürəyimizdə yaşayırsınız. Bizim en çətin anlarımızda, hanşı ki yerlərə çırpılmışdıq, qalxmağa taqətimiz yox idi, pis vəziyyətdəydik. Başımızı qaldıranda başımızın üstə sizi gördük. Bizim göz yaşımız sizi, bizi ayağa qaldıran oldunuz. Bəlkə də qohumlarımızdan, yaxınlarımızdan bizə yaxın oldunuz. Bu 5 ili biz birlikdə addımlayırıq. Allah sizi ailəmizin üstündən, elə bu Turanın da üstündə nəyisi eləməsin, ailəmizin də üstündə nəyisi eləməsin. Sizə ən saf arzularımı, duyğularımı, xoşbəxtliklərimi diləyirəm. Sizin ailənizlə mən elə bilirəm, bizim ailəmizin bir bağlılığı var. Ruhu şad olsun Sə qardaşımızla Cavidin atası bir cəbhədə döyüşübdü 90-cı illərdə. Elnurla Cavid bir döyüşübdü, silahdaşı olubdu. Yəni xüsusi bir bağlılığımız var. Allah sizi var eləsin. Gözünüz aydın olsun. İnşallah ki o balaların xoş gününü görüb. Bugün sizi əskər atası kimi təbrik edirik. Gün o gün olsun sizi qaynata kimi təbrik edək. Baba kimi təbrik edək. Və bizə də qismət olsun. Yaşayaq o günü görək inşallah. Ay Gülnaz, bugünkü gün sənin də balana qismət olsun. Sənin də balanın xoş gününə yığışaq. Və biz ailə kimi, Turan ailəsi kimi birlikdə boşda yox ki sizin bugün yanınızda oldu. Sizə göz aydınlığı verdik. İnşallah ki həmişə qapınıza xoşdur. Xeyir işlərə gələk. Allah haqqı o qədər gözəl arzularım, o qədər duyğularım var ki bilmirəm hardan başlayayım, hardan qutarım. Həmişə üzümüz gülsün. Bax bu Turan ailəsi, şəhid ailələri deyiləndə həmişə bütün Azərbaycan sizi fikirləşir. Elmar müəllim deyəndə bu Turan şəhid ailələrini fikirləşirik. Allah yenə deyirəm, uzun ömür, can sağlığı versin. Həmişə üzünüz gülsün. Həmişə yanımızda olun. Həmişə belə sonsuz arzularım çoxdur sizə. Hər bir arzunuza çatın inşallah. Allah sizi qorusun anam. Allah cümləmizi qorusun. Elmar müəllim, mənim dəyərli oğlum. Gözümüz aydın olsun. Bugün elə bir xoş gündür ki, bütün valideynlərə qismət olsun. Oğlu əskər getsin, əskərlikdən gəlsin, onu xoş toy düyünlə, şənliklə qarşılasın, şənliklə yola salsın. Sən Elmar müəllim kimi yox, sən bizim oğlumuz kimi. Tovuzun qeyrətli, vicdanlı oğlu kimi. Ta iyul hadisələrindən, Tovuz hadisələrindən cəhd göstərdin. Vətənpərvərliyinlə, varlığınla həmişə yanımızda oldu. Mən bir ana kimi, bir yaxının kimi bircə onu demək istəyirəm ki, nə gözəl bizim halımıza ki, bizim Tovuzumuzun səni kimi qeyrətli oğlu var. Bunu mən xüsusi qeyd eləmək istəyirəm. Çünki sən hər oğlun həddi döy ki, ana başını qaldıranda o tabutdan uzaqlaşıb, göz yaşını silən olmayanda onun qolundan tutub hər bir ananı. Mən onu gördüm, mən sizi yanımda gördüm. Mən imenli sən Elmarı yanımda gördüm. Mən ona görə sana o qədər bağlıyam ki, nə olsa da, nə keçsə, səndən küsə də bilərəm, inciyə də bilərəm. Amma səni könlümdən silə bilmərəm. Sən mənim ən yaxınımsan. Eləcə də Tovuz Turan şəhid ailələri birliyinin yaxınısan. Sən bizim ailələrin əzizsən və mən elə başa düşürəm ki, bütün burada olan ata və analar səmimiyyətlə qeyd edir ki, sən bizim oğlumuzsun. Bizim oğlumuzu əvəz eləyənsən. Allah canınızı sağ eləsin. Mən Allahdan arzu edirəm sənin o iki balan da, Elnurumuzun oğlu da. Bu qapıya biz toya gələk. Bu qapıya biz nəvələrin şadlığına gələk. Mən onu arzu edirəm. Sizlə bərabər də Elvin də həmişə bizim yanımızda olur. Elnur da həmişə bizim yanımızda olur. Mən Elnurun
mənim qapımda olan hərəkətini heç vaxt unutmaram. Çünki o mənim yanımda, onda mən onu Elnur kimi tanımırdım. Heç sizin qardaşınız kimi də tanımırdım. Amma 2-3 ildən sonra mən bildim ki, Elnur sizin qardaşınız bu həmin oğlandır. Yəni bu gərək içindən gəlir. O hissi bizə kim ötürmüşdü? Bizim ta 90'lardan bəri gələn igidlərimiz ötürübdür. Onu bizə onlar bəxş eləyib. Onların qoyduğu yolla gedirik biz. Buradakı ataların əksəriyyəti veterandır. Büyük veteran atalar şəhid atalarıdır. O vətənpərvəriyi, o qeyrəti, o evlatlara ötürən 92'den bəri gələn oğullarımızdır və 1918-ci ildən bəri gələn soy kökümüzdür. Allah var eləsin. Mən Allahdan arzu edirəm, həmişə demişəm, birliyimizi əlimizdən almasın. Bir olaq, vəhdətimiz pozulmasın və xalqımızın bu səma altında azad yaşamasını Allah Taala bizə qismət eləsin. Allah xoş günlər qismət eləsin. Təbrik edirəm. O balalarımızı da düyün bağrıma basıram, öpürəm öz evladım kimi. Allah xoşbəxt eləsin bunları. Yolları açıq olsun. Mən də deyilən təbriklərə qoşuram. Mənim Elmargilin ailəsi ilə də birliyim 92-ci ildə olub. Onda Elmarın 12 yaşı var idi. Bizləri bir araya gətirən, bizləri birləşdirən o 5 qardaşın yadigarlarıyıq biz. Mən bugün Elmara deyirəm, Elmar bala, sənin gözün aydın olsun ki, Elmin balamız hərbi qulluğunu yerinə yetirib layiqincə gülərizlə ata-anasının üzərinə gəldi. Gün o gün olsun ki, Elnur balamın oğlu Tevfik də sizin üstünüzə gülərizlə gəlsin. Çünki Tevfik sizin atanızın adını daşıyır. Atanız kimi qeyrətli, vicdanlı, namuslu bir ata olsun. Nicat balamız da bu günlərdə əskərliyə yola düşür. Gün o gün olsun, Elvin sağ əli Nicatın başına olsun. O da səhər salamat getsin, gəlsin. Bir də Elmar bala, mən sizlərə böyük bir arzum var. Gün o gün olsun, siz bu həyətdə oğlanlarınıza, qızlarınıza toy eləyəsiniz. Gəlin gətirəsiniz, qız köçürəsiniz. Bizlər də sizin həmişə yanınızda olar. Həmişə xoş günləriniz olsun, ağrı, acılı, qəmli günləriniz geçsin. Bütün şəhid ailələrinin hər birinə Allah can sağlığı versin. Mən də təbrik edirəm, bu deyilən təbriklərə qoşuluram. Biraz duyğulandırdı amma bacı məni. Mən bir dənə haşiyə çıxıram, yəni bəlkə də bu yeri döy, amma ürəyimdən gələn onu deyəcəm. Bilmirəm, şəhid ailələrinin yanında varsa, biz Nicatı əskəri yola salıyorduk. İlk dəfə oraya yığışmışdı. Orada olan o stolun üstündəki nemətlər, bəlkə də hamının heç fərqinə varmadığı, belə fikir vermədiyi nemətlər idi. Hər bir qısma çörək yirdi və stola kavak gəldi. Yadınızdadır mı? Hamı bir-birinin üzünə baxdı. Elə bir qarqısa, belki de 2 il heç kəs o kavabı yeməmişdi. Yəni, heç kəs əlini uzatmadı. Hamı duruqdu qaldı ki, biz bunu evimizdə pişməyən bir nemət idi. Biz artıq yaz saxlayırdıq. İlk dəfə bizə bu kavabı siz daddırdınız. Yəni, onu yeməyə məcbur elədiniz ki, yəni, bugünkü gündə şəhid analarının, şəhid atalarının nə bilim, qismətidir. Yavaş-yavaş həm də bizim bu ailəni bir yerə yığan, hərə öz evində yaz saxlayırdı, hərə öz evində fikir çəkirdi. Yəni başımızı qaldıranda əlimizi tutacaq qohumlarımız da var idi, evlatlarımız da var idi. Amma bizi bir-birimizə bağlayan, bizi bir-birimizə birləşdirən bu ailəni bir yerə yığmaq, bu ailəni bir-birinə tanış eləmək. Yəni biz bacıları, anaları bacı eləyən, onların dərdimizi, deyir, dərdi danışdıqca azalır, sevinci danışdıqca, bölüşdükcə çoxalır. Yəni biz dərdimizi bir-birimizlə bölüşərək azaldır. Bugünkü gündə mən onu arzulayıram ki, bütün əskər balalarımız sağ-salamat geçsinlər, atalarının, analarının yanına üzü ağ gəlsin.